Salam. Bu videoda DİM-in informatika test kitabından cədvəl informasiya modelində olan testlərin davamını, izahını verəcəm. Baxaq 16-cı suala. 16-cı sualda deyir ki, A şəhərindən P şəhərinə, İ şəhərindən keçib, L şəhərindən keçmədən getmək üçün. Yəni, L şəhərindən keçməyək, İ şəhərindən də mütləq keçək. Burada ox belədir. Bura O-dur, bura P-dir. Bunun üçün biz L şəhərindən keçməmək şərtlərinə baxaq. L şəhərinə gələn oxları da, L şəhərindən çıxan oxları da, yəni yolları silək. Yəni, bu ərazidən keçməyəcək. Amma belə bir şərt də qoyublar ki, İ şəhərindən keçməlidir. İ şəhərindən keçmək üçün İ-yə qədər gələn bu yollardan getmək olar. Məsələn, J-dən İ-yə də getmək olar. Davam edib P-yə çata bilərik. Amma J-dən K-ya gəlsək, K-dan İ-yə yol yoxdur. K-dan birbaşa P-yə yol. Deməli, bu yolu da siyahıdan çıxardırıq. Bir dənə də burada bir yol var. Məsələn, şərtində verilsə də nəzərə alınmayıb, ona uyğun da cavab variantı çıxmır. Yəni, belə bir mexaniki səhv var. Baxaq, İ şəhərindən keçib H-a gedə bilər. H-dan sonra M-ə, M-dən N-ə və s. gedə bilər. Amma İ şəhərindən keçməyən halda var axı, Y-dən H-a yol var. Ki, H burada artıq M-ə, M-dən N-ə və s. gedə bilər. Niyə bu yolu çıxartmaq məcburiyyətindəyəm? Çünki heç bir yol qayıdıb Y-yə getmir ki, İ-dən keçərək. Y-yə getmir ki, deyəm ki, hə, Y-dən də H-a yolu nəzərə alın. Ona görə bu yolu da nəzərə almayacaq. Çünki, məsələn, A, B, Y, H, M, N, O, P gedə bilər. A, C, Y, H, M, N, O, P və s. belələr gedə bilər. A, D, C, Y də gedə bilər. Yəni, bu üsullarla gedib Y-yə çatıb, İ-ni görmədən, yəni İ şəhərinə keçmədən gedə bilər deyə Y ilə H arasındakı bu əlaqəni də kəsməli olur. Digərləri əvvəlki testdə izah elədiyimiz qayda ilə gedir. A-dan B-yə bir yol var. A-dan D-yə bir yol var. C-yə A-dan, D-dən və B-dən yol olduğuna görə 3 yol. Y-yə B-dən və C-dən yol olduğuna görə 1 + 3, 4 eləyir. G-yə yalnız bir yol D-dən gəlir. J-yə də bir yol G-dən gəlir. F-ə baxaq. G-dən, C-dən və Y-dən gəlir. 4, 3, 1. Elədi 8. İndi İ-yə baxaq yola. İ-yə F-dən və J-dən gələ bilərik deyə. 9. İndi H-a baxaq. H-a yalnız İ-dən gedə bildiyimizə görə ox yalnız bundan gəlir. Yəni, Y-dən gələni nəzərə almırıq. Eləyir 9 yol. İndi M-ə baxırıq. M-ə həm H-dan, həm İ-dən gedə bilirik. 18. Burada da artıq N-ə də 18 yol qalır. O-ya da, P-yə də. Cavab 22 qeyd edilib, amma orada bu yol nəzərə alınıb deyə qeyd edilib. Amma diqqət etmək lazımdır ki, Y-dən mən H-a gedərəmsə, İ-ni heç cürə görmədən birbaşa P məntəqəsinə getmiş olur. Yəni, bu testin cavabı 18. Keçək növbəti testə. 17-ci sual. Qraf və qrafın çəki matrisinə əsasən, çəki matrisinin məntəqələri nömrələnib, B və D məntəqələri arasında yolun uzunluğunu tapın. Bu tip məsələdə fikir verin, bir hərflərlə göstərilmiş məntəqələr var, bir də rəqəmlərlə göstərilmiş qraflar. Qraf üçün qonşuluq matrisi verilir. Bəs yaxşı. Üzrlü sayın çəki matrisi verilir. Yəni, burada onlar arasındakı yollarda qeyd edilib deyil. Burada hansı rəqəm hansı məntəqəni göstərir, bunu necə tapa bilərik?
Əvvəla şəklə baxırıq, qrafa baxırıq. Qrafda görürük ki, A-nın 2 qonşusu var. F-in 2 qonşusu var. Yəni F-dən 2 dənə xətt çıxır, belə deyək. G-də də 2-dir. Y-də də bilavasitə olanlardan gedir söhbət. Yəni Y-dən D-yə, D-dən G-yə gedə bilirik. Bu matrisimizdə, yəni çəki matrisimizdə qeyd olunmur. Amma Y-dən birbaşa neçə ox çıxıb? 2. C-də 3 ox. B-də 1, 2, 3, 4, 5. D-də isə 1, 2, 3, 4. Fikir verirsinizsə, bizdən istəyib B və D məntəqələri arasında yolun uzunluğu. B yeganə 5 olan B-dir, yeganə 4 olan da D-dir. Yəni daha rahat tapa biləcəyik. 2-lərin sayı çoxdur, birdən də 3 var idi. Biz onda baxırıq ki, ya sütun üzrə baxın, ya sətr üzrə. Hansında 5 dənə qonşusu var? Baxın, bu 3 nömrəlidə 5 dənə qonşu var. Bu olub B. 1, 2, 3, 4, 5. 4 dənə qonşusu olan kimdir? 7. Bu da D-dir. 1, 2, 3, 4. İndi bizə deyir ki, B və D məntəqələri arasında yolun uzunluğu. 3 ilə 7-nin arasındakı uzunluq. Bunun üçün sütunu 3 götürsəm, sətirdən 7-ni götürəcəm, yəni 17. Ya da tərsinə, sətri 3 götürsəm, sütunu 7 götürəcəm. Yəni cavab eləyir 17. Bunun 2 ədəd olmağına fikir verməyib. Çünki B ilə D arasındakı yol 17-dirsə, D ilə B arasındakı yol da 17-dir. Çünki istiqamətlənmiş qraf deyil. Cavab B variantı 17. Qraf və qrafın çəki matrisinə əsasən D və F məntəqələri arasındakı yolun uzunluğu. Yenə eyni qayda ilə. Baxıram, B-dən 2 dənə çıxır, A-dan 2 çıxır, D-dən 5 çıxır. Bu nədir yazıblar? C yəqin ki. C-dən 2, F-dən 4, Y-dir deyəsən 3, G 2. Yəni həmin təpəyə neçə dənə xətt çıxır? Yol çıxır da deyə bilərik və s. İndi baxaq, bizə deyib D və F. D 5 dənə olan yeganədir, F-də 4 dənə olan yeganədir. İndi baxaq. 5 dənə, sütununda 5 dənə olan bu D-dir. 4 dənə olan isə F-dir. 1 və 4 arasında 1-dən 4-ə baxaq. 27. Buradan da baxa bilərsiniz. 1, 4. Deməli, D və F məntəqələri arasında yolun uzunluğu 27-dir. 19-cu sual. Şəkildə hər hansı rayonun yollarının sxemi qraf şəklində verilib, kilometrlərlə verilib. Cədvəl qraf bir-birindən asılı tərtib edilməyib və s. B-dən D məntəqəsinə qədər yolun uzunluğunu müəyyən edin. Bu da eyni qayda ilə. A-dan 2 yol çıxır, B-dən 3, D məntəqəsindən 3 yol, G məntəqəsindən 2, Y-dən 4, F-dən 3, C-dən 5. B və D arasında 3 dənə 3 var. Burada ehtiyatlı olmaq lazımdır. 3 dənə 3 var. Bunlardan B və D məntəqələrini istəyir bizdən. B, D və F hansılar ola bilər? Gəlin onlara baxaq. Və ya 5-i 4-ə ayırıb, 2-ləri ayırıb, oradan B, D, F-i də tapa bilərik. Diqqətli olaq burada. 5 yol hansıdır? C. M6 C. C-nin 3 olan hamı ilə əlaqəsi var. C-nin bilavasitə əlaqəsi olmayan hansılardır? Bilavasitə G ilə əlaqəsi yoxdur. Digərlərindən əlaqəsi var. Deyəsin. A ilə var, B ilə var, D ilə var.
Y ilə var, F ilə var, G ilə yoxdur. Deməli, bir də özü ilə yoxdur da sözsüz. M6-nın, yəni C-nin nə ilə əlaqəsi yoxdur? Bir özü ilə, bir də M1 ilə. Deməli, G də M1-dir. G-ni tapdıq. G-ni tapdımsa A-nı da tapa bilərəm. Çünki bir dənə 2-ni tapmışamsa, digər 2 hansıdır? M5. Çünki burada 2 dənə element var. Burada da 2 idi. A-nı da tapdım. A-nın B ilə əlaqəsi var. A-nın D və F ilə əlaqəsi yoxdur. A-nın üçlüklərdən hansı ilə əlaqəsi var? Üçlüklər hansılar ola bilər? Baxaq. M2, üçlükdən M3 var. Bir də M7 var. 7. 2, 3, 7-dən A-nın yalnız biri ilə əlaqəsi var. A hansıydı? M5. M5 M3 ilə M6 ilə əlaqəlidir. M3 gördük buradan. Deməli, bu B-dir. M6 ilə əlaqəsi var. Əlbəttə ki, A-nın C ilə əlaqəsi var. M6-nı bilirik. M3 də B-dir. M2 ilə M7 qaldı. Yəni, belə deyək, F ilə D qaldı. F-in nə ilə əlaqəsi var ki, onunla D-nin əlaqəsi yoxdur. Bu G-dir. G-ni tapmışıq neçədir? M1. M1 bir Y ilə bir F ilə əlaqəsi var. M1-in M2 və M7-dən görə hansının əlaqəsi var? M2 ilə var, M7 ilə yox. M2 40, belə deyim, M2 bizdə olur, onda G ilə əlaqəli olduğuna görə F nöqtəsi, bu nöqtə G ilə əlaqəli idi. G ilə əlaqəli olan digəri nədir? Y nöqtəsidir, bunu da tapa bilərik. Bunu tapmaq onsuz da asandaydı, çünki Y-dən 4 dənə çıxır. Dörtlükdə M4-dür, Y. Burada hansı qaldı? A, B, C, bir dənə D qalıb, o da M7. Yəni, istədiyinizi belə şəkildə tapa bilərsiniz. Siz daha qısa birbaşa B və D məntəqələrini də daha kəsə yolla tapa bilərdiniz. Sadəcə bunu göstərməkdə məqsədim o idi ki, görəsiniz ki, yəni, ixtiyari nöqtəni verilənlərə görə necə tapmaq olar? Yenə deyirəm, baxırıq ki, hansılarından neçə dənə ox çıxır. Yeganə olanları tapa bilərik, 5-i 4-ü. Bəs 2 və 3-ləri necə tapa bilərdik? 2-ləri tapdımsa, məsələn, 2-nin hansı, məsələn, A-nın 2 dənə ilə əlaqəsi var. Bir C ilə, bir B ilə. C-ni zaten bilirəm. B-ni tapsam, deməli, D ilə F-i hələ ki axtarmalı olaram. Çünki biz ayırmışdıq ki, M2, M3, M7, B, D, F-dir. Amma hansıdır onu bilmirik. Bu şəkildə tapmaq olur. B və D məntəqəsinin arasındakı yol B M3-dür, D M7-dir. M3-ün M7 ilə kəsişməsi, baxın, M3, M7 kəsişmədə duran rəqəm 11-dir. Cavab olur 11. 20-ci sual. Şəkildə hər hansı rayonlar eyni tip, D məntəqəsinə, Y məntəqəsinə qədər olan yolun uzunluğunu tap. Yenə baxaq. C-dən 2 yol çıxır. F-dən 2, G-dən 2, Y-dən 2, B-dən 2, A-dan 3, D-dən 5. Bizə D və Y arasında lazımdır. D-ni avtomatik tapırıq, çünki D 5-dir. 5 dənə, yəni qonşu ilə əlaqəsi var. D M7-dir. D-nin kimdən əlaqəsi yoxdur? Bir özü ilə, birbaşa əlaqəsi yoxdur. Bir də B ilə əlaqəsi yoxdur. Baxaq, M7 ilə zaten əlaqəsi olmayacaq. Burada kimdir? B ilə əlaqəsi yoxdur. M4 B-dir. M4 B-dir, M7 D-dir. Bizə D ilə Y arasında əlaqə lazımdır. Fikir verirsə, Y-nin 2 qonşusu var.
Biri B'di, biri D'di. Y'ni tapmaq onsuz da asandır. Yəni B'nin də iki qonşusu var, Y'nin də iki qonşusu var. D'dən Y'ni tapmışam ki, yox, B'ni tapmışam. D-dən indi Y-ni tapmaq lazımdır. B ilə qonşu A var, Y var. A isə yeganə üçlükdür. A-nı avtomatik tapa bilirik ki, M6-dır. İndi D-dən çox qonşu var. Amma Y-dən və B-dən ikicə qonşu var da. B-nin A ilə əlaqəsi var, B-nin Y ilə əlaqəsi var. B-nin M4-ün M6 ilə əlaqəsi var, fikir verin. B-nin A ilə əlaqəsi. Deməli, digəri nə qalır? Y qalır. B-nin Y ilə əlaqəsi olur M4-ün, yəni B-nin M5-lə, yəni Y ilə əlaqəsi. Yəni, mən D-dən getsəm çətindir məsələ. Çünki D-dən 5 yol var. A-dan 3 yol var. Elə bir ki, bu hissəyə fikrimi cəmləyirəm. A-dan 3 yol var. Bu 3 yoldan B-ni və D-ni ayırıram. D ilə A arasındakı əlaqəni onsuz da tapırdım. Və burada Y elə bir nöqtədir ki, həm D ilə, həm B ilə əlaqəsi var. B də elə nöqtədir ki, həm A ilə, həm Y ilə əlaqəsi var. Yəni, buralarda diqqətli olmaq lazım. Biz buradan B, Y, A, D-ni tapdıq. Digərləri bizə lazım deyil. B, Y, A, D-ni tapdıqsa, bizə deyir ki, D ilə Y arasında, yəni M7 ilə M5 arasındakı yol nə qədərdir? Yol 12-dir. Baxın, məsələni özünüz həll edərkən, ilkin öyrənəndə bəlkə də müəyyən çətinlik yaranar, amma siz yavaş-yavaş həll elədikcə, bu tip məsələləri təkrarladıqca, özünüz də müxtəlif yollar axtardıqca, daha qısasına, daha rahatına və daha az vaxt sərf eləyəninə gəlib çıxa bilərsiniz. Yəni, izahda onsuz da müəyyən bir uzatma olur, yəni müəyyən hissələri əlavə izah eləyirəm ki, o başqa misallarda da köməyinizə çatır. Amma özünüz müəyyən vaxt öyrənəndən sonra artıq o buradadır, bu M4 budur, M5 budur deyə rahatlıqla tapa biləcəksiniz. Suallar yaranarsa qeyd edərsiniz. 21. Şəhərlərini əlaqələndirən yollar sxemi verilib, yolların sxemi. Yalnız bir istiqamət hərəkət var. A şəhərindən M şəhərinə qədər neçə müxtəlif yol var. Yollar və məntəqələr çoxluqdur. Ona görə ehtiyatla oxları izləyərək getmək lazım. Baxırıq, B-yə 2 dənə yol var. Hələ ki, təyin eləyə bilmirəm. C-yə də 2 dənə yol var. Yəni, C-yə gələn 2 ox var. D-yə gələn də 2 ox var. Amma Y-yə gələn yalnız 1 ox var. Y1. Digərlərini bilmirəm deyə təyin edəmirəm. İndi Y-ni bilirəm. İndi D-yə A-dan və Y-dən getmək olar. Deməli, 2 yol var. C-yə A-dan və D-dən getmək olar. 2, A-dan da 1 olur, 3. B-yə isə həm A-dan, həm C-dən getmək olar. 1 üstə gəl, 3 eləyir 4. Baxın, burada diqqətli olun. İndi H-a gələn yollara baxaq. 3, 2, 1 eləyir 6. G-yə gələn yola baxaq. Yalnız B-dən gəldiyinə görə 4. F-ə həm G, həm B, həm C, həm də H-dan gəlir. Diqqətli olun. G-dən gəlir 4. B-dən gəlir 4. C-dən 3. H-dan 6. 17. J-yə haralardan gəlinir? H-dan, F-dən və G-dən. 6, 4, 17 eləyir 27. İndi K-ya J-dən yol var yalnız 27 yolda burada. L-də də 27, çünki yalnız J-dən yol var. M-ə isə həm K-dan, həm J-dən, həm L-dən.
Yəni 27, 27, 27. Yəni 27 vur 3, 81 yol var. Hər bir yol üzrə 22-ci sual. Oxların göstərdiyi yalnız bir istiqamətə A şəhərindən başlayaraq F şəhərindən keçməklə M şəhərinə qədər neçə müxtəlif yol var? F-dən mütləq ki keçməlidir. Yəni fikir verirsinizsə F-dən G-yə yox da G-dən F-ə yol var. F-dən G-yə olsaydı G-dən sonra J-yə gedə bilərdik. Amma F-dən G-yə olmadığına görə G-dən bilavasitə J-yə getməyəcəyik. Çünki bu yolun dönüb də F-dən keçmə ehtimalı yoxdur. F şəhərindən keçməliyik. H da həmçinin. H F-ə gəlsə, F-dən yolu keçsək olar. Amma H-dan birbaşa J-yə getsək, F-ə geri dönüşümüz olmayacaq. Məsələ bu şəkildə qalır. Az öncə etdiyimiz testdə fikir verirsiniz, yuxarılara gedir o. Y-də 1, D-yə A-dan və Y-dən gəldiyimizə görə 2, C-yə D-dən və A-dan gəldiyimizə görə 2 üstəgəl 1, 3, B-yə A-dan və C-dən gəldiyimizə görə 1 üstəgəl 3, 4, G-yə yalnız B-dən gəldiyimizə görə 4, H-a Y, D və C-dən gəldiyimizə görə 3, 2, 1, 6, F-ə G, B, C, H-dan gəldiyimizə görə G-dən 4, B-dən də var 4, C-dən var 3, H-dan var 6, 17. J-yə yalnız F-dən gəldiyimizə görə 17. Burada əlbəttə ki, J-dən təkcə yol olduğuna görə K və L-də 17, 17. M isə K-dan 17, J-dən 17, L-dən 17. 17 bu 3, yəni 51. Cavab Y variantı. A, G, Y hərflərindən ibarət və saitlə başlayan neçə 5 hərfli söz düzəltmək olar? Hər hərf sözdə təkrarlana bilər. Sözlərin mənası olmaya da bilər. Baxın, 3 hərf verib. Deyir, saitlə başlasın və 5 hərfli söz olsun. 3 dənə hərfimiz var. Bunların ikisi saitdir. Beş hərfli söz düzəldəcəyik və təkrarlanma ola bilər. Təkrarlanma olduğu hallarda necə edirik? Gəlin belə eləyək də. Ulduz 5 hərfli sözü belə edirik. Birinci yerdə deyir ki, saitlə başlasın. Birinci yerdə mümkün 2 halımız var. 2 sait. Digər yerlərdə bir fərqli halımız yoxdur. Çünki deyir təkrarlanma da olar. Təkrarlanma olar o deməkdir ki, mən burada A, G, Y-ni də işlədə bilərəm. Burada da, burada da, burada da. Niyə 3 yazdım? Yəni 3 hərfin 3-ünü də işlədə bilərəm. Yəni mən burada A. Hətta burada belə A olsa, olar. Yaxşımı? İndi bu versiyaları, yəni 5 yer üçün olan bu versiyaları bir-birinə vursaq, baxaq, 3-ü 4 dəfə özünə vursaq 81, 81-i 2-yə vursaq isə eləyər 162. Cavab B variantı. Amma saitlə başlayan deməsəydi, samitlə başlayan desəydi, bura 1 yazardıq. Çünki bir dənə versiyamız qalardı. Olardı cavab 81. Desəydi, heç bir məhdudiyyət yoxdur. Neçə 5 hərfli söz yaratmaq olar? 3-ləri hamısını bir-birinə vurardıq. Yəni 3 üstü 5 alardıq. Yəni sonda 81